Salam dəyərli izləyicilərimiz, video dərsimiz informatika 20 sınaq toplusundan ali təhsil məsələlərinə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı nömrə 12 izahını verəcəm. Bugünkü video dərsimizdə sınavımız ümumi sınaqdır. Başlayaq sualların izahına. Birinci sualda deyir ki, sifariş cədvəlinə əsasən ən çox gəlir gətirən alıcı və meyvəni müəyyən edin. Burada 3 dənə cədvəlimiz var. 3 cədvəl arasında əlaqəni müəyyənləşdirək. Bizdə alıcını və ən çox gəlir gətirən meyvəni soruşur. Burada meyvələrin qiymətləri verilib və ambarda olan meyvələrin çəkiləri verilib. Baxanda görünür ki, burada 1 kiloqramı ən çox dəyəri olan meyvə ananasdır. Burada meyvənin kodu 1004-dür. Gələk baxaq sifariş cədvəlinə. Meyvə kodu 1004 olan alıcının kodu isə M0015-dir. Alıcılar cədvəlinə baxsaq, M0015 alıcının nömrəsi 7-yə bərabərdir. Və buradan bildik ki, biz meyvə kodu 1004 və alıcı kodu M0015 alacağı meyvənin miqdarı 17 kiloqramdır. 1 kiloqramın maya dəyəri isə 7 manatdır. Bu isə eləyir 9, 49, 119 manat. Deməli, aldıq ki, sifariş cədvəlinə əsasən ən çox gəlir gətirən alıcı nömrə 7-dir. Meyvə isə ananasdır. Doğru cavabımız oldu A variantı. İkinci sualda belə bir ifadənin var. Həmin bu ifadənin qiymətini ikili say sistemində yazılışını bizdə müəyyən etməyimizi soruşur. CF 16-lıq ədədini gəlin ilk öncə ikili say sisteminə çevirək. 1, 2, 4, 8 qaydasından biz çevirəcəyik. C ədədinin qarşıcı simvolunun onluq say sistemində qarşılığı 12-yə bərabərdir. 12-ni biz 8-dən 4-dən alırıq. Deməli 1, 1, 0, 0, C-nin qarşılığı 1, 1, 0, 0, ikilik ədədinə bərabərdir. F isə 15-dir. Yəni bu isə ikilik say sistemində 4 dənə 1-ə bərabərdir. 8 onluq ədədimizi biz 2 üstü 3 yazarıq. Bu isə bir arxasında 3 dənə 0-a bərabərdir. Yəni biz həmin bu ifadəni vursaq 8-ə, arxasına 3 dənə 0 əlavə etmiş olacaq. Sonraki addımda həmin bu ifadənin üzərinə biz 5-i gəlməliyik. 5 onluq ədədimizin ikili say sistemində qarşılığı 1, 0, 1 ikilik ədədinə bərabərdir. 1, 0, 1. Aha, toplasaq ikilikdə hər iki ədədimizin 1, 0, 1, 1, 1, 1, 1, 0, 0, 1, 1, ikilik ədədinə bərabərdir. Doğru cavabımız oldu C variantı. Amma meyyarlarda həmin bu sualın cavabı Y variantıdır, səhv verilibdir. Çünki burada biz, bax, burada 3 dənə 0-ın yerinə 8-dir, vurduq, 5 əlavə etdik. Bu 4 dənə 1 bizim üçün F-dir. Bu isə C-dir. Amma Y variantında yerində bax, bu 5-dir. Bu 4 dənəsi bizim üçün F-dir. Artıq bu 1, 0, 1, 1, 0, 1-i biz 2 ədəd 1, 2, 4, 8 qaydasından yazsaq 13. 13-ün isə qarşılığı 16-lıq say sistemində D-yə bərabərdir. Onda gərək ədədimiz DF 16-lıq ədəd olardı. 2-də doğru cavabımız oldu C variantı. Baxağın 3-cü sualımıza. Qonşuluq matrisinə uyğun olaraq A təpəsindən F təpəsinə gedən yolların sayını müəyyən edin. A'dan baxıram ki, biz matrisimizə baxsaq görərik ki, A'dan B-yə yol var, A'dan B-yə yol var və bir də B-dən F-ə yol var. Bir yol. Sonra A'dan B-yə yol var, B-dən artıq 2 yol çıxdığını mən görürəm. B-dən D-yə yol var, yazacağım D-yə və D-dən F-ə yol var. 2 yolumuz. İndi AC yoluna baxaq. B-dən 2 yol çıxır deyə hamısına baxdıq. A-dan C-yə var, C-dən D-yə var və D-dən F-ə. Sonra A-dan C-yə, A-dan C-yə, C-dən Y-yə yol var və Y-dən birbaşa F-lə əlaqəsi var. Bir də qaldı, A-dan D-yə yolumuz var və D-dən də birbaşa F-ə yolumuz var. Oldu, ümumi yollarımızın sayı 5. Deməli, doğru cavabımız 3-də oldu. B variantı. Baxaq 4-cü sualımıza. Deyir, proqram fraqmenti siyahını artan sıra ilə düzləndirib ekrana çıxarır. Nöqtələrin yerinə hansı kod fraqmentinin olduğunu deyir, müəyyən edin. Ümumiyyətlə, siyahını artan sıra ilə düzləndirmək üçün biz istifadə edəcəyimiz operator sort operatorudur. Onda biz buraya yazacağıq A funksiyamızın
dəyəri parametri adı a.sort və bir də burada gövdədə yazmalıyıq. Funksiya daxilində qiymət qaytaracaq return a. Baxıram ki, uyğun gəlir bir dənə A variantı. C variantı artıq burada S-dən götürüb səhvdir. Burada bu cür yazılış olmaz. B variantında burada ifadə ilə return-ı eyni sətirdən yazıb. Burada da səhvdir. Doğru cavabımız oldu A variantı. Asan sual idi. Baxaq biz növbəti sualımıza. Deyir, hazırlanmış proyekt 4 ədəd 2400 MB. Yəni 4 dənəsi 2400 MB-dır faylımızın. 6 dənəsi isə 1 GB-dır. 1 GB-ımız bərabərdir dedik 1024 MB-a. Bundan 6 dənədir. Bu 2400 MB-lıqdan isə 4 dənədir. Sonra deyir 3 ədəd 1500 MB. 3 dənəsi də 1500 MB-a bərabərdir. Fayllardan deyir təşkil olunmuşdur. Bu proyekti yaddaşda saxlamaq üçün neçə ədəd 4 GB həcmli flash kart tələb olunar? Biz bilirik ki, 1 GB-ımız 1024 MB-sə, 4 GB-lıq flash kart isə 4096 MB-a bərabərdir. Deyir, şərti olaraq faylın ölçüsü ilə onun diskdəki ölçüsü eyni götürülür. Flash kartın bütün yaddaş həcminin əlçatan olduğunu deyir, qəbul olunur. Biz bilirik ki, 4 GB-ımız 4096 MB-dır və 1 GB-lıq 6 ədəd fayldan 6 dənədir. Bunun 4'ü eləyəcək 4096 MB. 4096 MB üçün bir dənə 4 GB-lıq istifadə olunacaq flash kart. Və burada qaldı 2 dənəsi. 2 dənə 1024'lük qaldı. Bu isə eləyəcək 2048 MB. Bu 2048 MB-ın üzərinə bir dənə 1500 MB-lıq gəlsəm, 1500 MB-lıq gəlsəm, bu eləyəcək 8, 4, 5, 3048 MB. Bu 3048 MB-lıq üçün də bir dənə 4 GB-lıq bizim üçün yenidən flash kart lazım olacaq. Burada qaldı deməli 2 dənə 1500 artıq mənim 6 ədəd 1 GB-lıq faylla tam şəkildə yerləşdirdim və buradan da birini yerləşdirdim. Qaldı ikisi. 2400 MB-lıq 4 ədəd faylının birinin üzərinə gələcəm. Yenidən 1500 MB-lıq. Bu eləyəcək 009 3900 MB-lıq. Bax, bunlar üçün yenidən bir ədəd 4 GB-lıqdır. Yenidən mən bir də 2400 MB-ın üzərinə artıq burada biri qaldı. 1500 MB-lıq fayl gəlsəm, bu da yenidən 3900 MB eləyəcək. Bunun üçün də bir ədəd 4 GB-lıq flash kartdan istifadə edəcəm. 1, 2, 3, 4. Artıq burada mən 2400-dən 2 dənəsini istifadə etdim. Qaldı 2 dənəsi. Yenidən 2400 MB-lıq üçün yenə bir dənə 4 GB-lıq flash kart. Bir dənəsi yerdə qaldı. 2400 MB-lıq üçün də bir dənə 4 GB-lıq flash kartdan istifadə olunacaq. 1, 2, oldu 1, 2, 3, 4, 5, 6. Doğru cavabımız olacaq 5-də B variantı. Baxaq növbəti sualımıza. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Import mass. Belə bir A siyahımız var. Bir dənə boş L siyahımız var. For i in A gəlib A siyahısının hər bir parametrinə baxacaq. Baxaq görək forun gövdəsində nə deyir if-də. S-keyword-ə i nə vaxtdır həmin ədədin tam hissəsinə bərabər olar. Bu daxil edilmiş siyahıda hansı ədəddən kök alsaq
özünün tam hissəsinə bərabərdir. Bu 4-də olacaq, 9-da olacaq, 16-da, bir də 25-də baş verəcək. İfin gövdəsindəki əməliyyatı icra edəcək. Amma 3-dür, 15-dir, burada 18, 33 üçün isə biz elsin gövdəsindəki əməliyyatı icra edəcək. İlk öncə 3'dür. 3 birbaşa S'də icra olacaq. Onda el siyahısının ilkin parametri L.append ulduz aparıb el siyahısına bir ulduz əlavə edəcək. Vergül. Sonra 4'də artıq kök alacaq. 4'dən kök alanda 2.0 şəklində, yəni həqiqətə tipində, float tipində göstərilir. Aparıb siyahıya əlavə edəcək. 2.0 olacaq vergül. 15 üçün artıq elsə düşəcək bir dənə ulduz. 9 üçün artıq ifin gövdəsindəki əməliyyatı icra edəcək. 9-dan kök alanda 3.0 şəklində. 16 üçün yenə ifin gövdəsindəki əməliyyatı icra edəcək. 16-dan kök alanda 4.0 şəklində olacaq. 18 elsin gövdəsindəki əməliyyat bir dənə ulduzla əvəzlənəcək. 33 yenə elsin gövdəsindəki əməliyyat, yəni ulduzla əvəzlənəcək. 25 isə ifin gövdəsindəki əməliyyatla yerinə yetiriləcək. 25-dən kök alanda 5.0 şəklində icra olunacaq. Bax, bunların da axırda sonda join E siyahını götürüb bütün elementlərin hamısını birləşdirəcək. Yan yana, yəni ulduz 2.0, ulduz 3.0, 4.0, ulduz 5.0 şəklində çıxışa verəcək. Baxan kimi doğru cavabımız görünür ki, D variantıdır. Baxaq növbəti sualımıza. Deyir ki, 40 simvollu əlifbada yığılmış 12 səhifəlik 40 simvolluq əlifbamızın gücü 40 simvoldursa, 40 simvolluq əlifba təqribən 64 simvolluq bir əlifbəyə yaxındır. Onun da təqribən bir simvolunun daşıdığı informasiyanın miqdarı 6 bitə bərabərdir. Və mətin bu zaman 40 simvolluq əlifba üçün və mətnimizin həcmini hesablasaq burada 12 səhifədən ibarətdir. Və burada səhifə var, simvol var, sətirlər ehtiyac yoxdur, bir qəbul edərik. Və 250 simvolumuz var və bir də vurarıq 6-ya. Mən burada 6-ya vurduğuma görə məndən cavabı baytla yazmağımı istəyir. Böyləcə mən bunu 8-ə. Ki cavabımız baytla olsun. 2-yə ixtisar gedəndə 4 qalır. Burada 3 qalır. Bu isə gedəndə qalır 3. Bu isə 9 vuraq 250. O da bərabərdir 0, 5, 18, 4 yadda 22, 2250 bayt. 2250 bayt əlifbanın gücü 40 simvolluqsa tapdıq. Yəni bir simvol 6 bitdir. Sonradan deyir ki, bu sənədin informasiya həcmi ilə sənəd Unicode sistemində çevrildikdən sonra həcmini müəyyən edir. Və mətin bu zaman Unicode'u tapaq, sonra onların hər ikisinin fərqini tapacaq. Unicode'da bir bəlli məsələdir. Bildik ki, Unicode kodlaşdırma standartında maksimum kodlaşdıra biləcəyimiz simvolların sayı 65536-dır. O üstə 216 şəklindədir. Ya 16 bitdir və yaxud da 2 byte şəklində yazmalıyıq. Və mətn bərabərdir. Elə yenə 12 səhifəmiz var. Vuraq 250 simvolumuz. Birbaşa mən bunu vuracam 2-yə. Bir dənə də 2. Çünki bu 16-ya vurub 8-ə bölmək birbaşa 2 byte-a vuraq. Elə cavab çünki bizdən byte-la istəyir. Bu isə eləyəcək 12 vuraq 500 bərabərdir 0, 0, 0, 1 yadda 5, bir də yadda 6. Belədir 6000 byte. Artıq buradan tapdıq 6000 byte. Çünki sonda bizdə həcmlərin fərqini istəyir. 6000 byte-dan mən çıxsam 2200, 500 byte-ını alacağım 3750 byte. Düzgün cavabımız 7-də oldu. B variantı.
8-ci sualda deyir ki, hər hansı simvollar ardıcıllığın əvvəlcə k bərabərdir 3 olmaqla Sezar üsulu ilə şifrələnmişdir. Daha sonra alınmış simvollar ardıcıllığı yalnız tək mövqedə simvolların mövqeyindən birdən başlayaraq soldan sağa nömrələnir. Dayanan simvolları K2 olmaqla yenidən şifrələnmişdir. Nəticədə bax, funksiyon sətri alınmışdır. Belə bir sətr alınmışdır. Bu sətri deşifrələyərək ilkin sətri müəyyən edin deyir. Burada funksiyon sətri alınmışdır. Bu sətri deşifrələyərək ilkin sətri deyir müəyyən edin. Buraya yazaq. Funksiyon. Baxın kimi görünür ki, elə buradan cavablardan F aynen kodlaşdırılıb. F aynen kodlaşdırılıb. Bura soldan sağa nömrələnib. Dedik, soldan sağa nömrələnir. Simvollar mövqe birdən başlayaraq. Bax, bura 1, 2, 3, 4, 5. Artıq bildik ki, sola 5. Sola 5 addımdır. Sonra ikinci R-də. Baxaq görək, U-dan R necə alıbdır. U-dan R 1, 2, 3. Sola 3. Sola 5, sola 3 R. Növbəti addımda 5 olacaq yenidən sola. N 1, 2, 3, 4, 5 hərfi. Sonra 3. Z-ni tapaq. 1, 2, 3 Z. Sonra T. Yenidən 5 addım. 1, 2, 3, 4, 5 O. Sonra I. I, A, B, G, I. Yəqin ki, budur. İdən sonra 3 addım. 1, 2, 3. O düşəcək F-ə. Odan sonra yenə 5 addım. 1, 2, 3, 4, 5. J-yə uyğun gəldi. N isə baxaq. N. 3 addım. 1, 2, 3, K. R, I, Z, F, J, K. Baxan kimi uyğun gəlir D variantı. 9-cu sualda. Deyir, uyğunluğu müəyyən edin. Giriş qurğularımız var. Bir də çıxış qurğularımız var. Proyektor səs ucaldan. Proyektor bizim üçün çıxış qurğusudur və səs ucaldan bizim üçün çıxış qurğusudur. 2-yə uyğundur A. 2-yə uyğundur A. Sonra klaviatura, sıçan, mikrofon. Klaviatura giriş qurğusudur. Sıçan giriş qurğusudur. Mikrofon giriş qurğusudur. 1-ə uyğundur B. 1B. Sonra bir də baxaq. 1-ə uyğundur B. Sensorlu ekran. Bu həm giriş, həm çıxış qurğusudur. Kənarlaşdıraq. Printer çıxış qurğusudur. Monitor çıxış qurğusudur. Plotter çıxış qurğusudur. 2-yə uyğundur D. 2-yə uyğundur D. Web kamera bizim üçün giriş qurğusudur. Grafik planşet giriş qurğusudur. Skaner giriş qurğusudur. Bir də 1-ə uyğundur Y. 2AD, 1BY. Doğru cavabımız 9'da oldu. C variantı. Baxağın 10-cu sualımıza. Deyir, web səhifədə yerləşdirilmiş cədvəl haqqında yanlış fikri müəyyən edin. Table taginin içərisində baxaq görək cədvəlimizdə nələr var. Cədvəlimizdə TR, bir sətir, bu olacaq 2, 3. Cədvəlimizin 4 dənə sətri var. 4 sətrimiz var. TH-lara baxaq. 1 sütun, 2 sütun, 3 sütunumuz. Cədvəlimiz 4 sətir, 3 sütundan ibarətdir. Artıq B variantı düzdür. Bizdən yanlışı soruşur. Sonra deyir ki, A variantında cədvəlin bütün xanalarında məlumat yerləşdirilib. TH-ın içərisində məlumat var. Düzdür. TH-da var. Sumqayıt özdə burada boltdan istifadə olunub. Cədvəlin qalın şriftlə yazılmış məlumat 3 xana mövcuddur. Biri baxarıq. Biri Sumqayıtdır. Sonra biri Şuşadır. Stronga görə. Bir də Cəbrayıldır. Deməli bizim üçün 3 də doğrudur.
Sonra A variantında deyir ki, cədvəlin bütün xanalarında məlumat yerləşdirilir. Baxaq görək, biz TH-lara baxdıq, TD-lərə baxaq. Burada Xankəndi bizim üçün uyğundur. Bəli, özdə 6 xətlidir, məlumat var. Artıq burada TD-ni, bax bu qruplaşdırmada bura həmin xana boşdur. Deməli, cədvəlin bütün xanalarında məlumat var, elə birində yoxdur. Deməli, bizim üçün A variantı səhv cavabdır. Onda doğru cavabımız oldu A variantı. Baxağın 11-ci suala. 11-ci sualda deyir ki, K sayda pikseldən ibarət olan raster qrafik təsviri verilmişdir. İlk olaraq rəng dərinliyi 6 bit informasiya həcminin isə 20400 bit olduğunu nəzərə alaraq, sonradan rəng çalarlarının sayı 1024-ə qədər artırılarsa, təsvirin həcmi nə qədər artar? İlk öncə biz nə edəcəyik? Təsvirimizin həcmi üçün düstur nəyə bərabərdir? Piksellərimiz vuraq bir pikselin bit dərinliyinə. Bu piksellərin bizə sayını bir K say deyir və enimiz isə ilkin olaraq 6 bitə bərabərdir. İnformasiyanın həcmi isə 20400 bitə bərabərdir. Mən buradan K-nı tapası olsam, K-mız bərabərdir 20400 bit bölək mən üçün 6-ya. Mən K sayda piksellərimizi tapa bilərəm. K sayda piksellərimizi tapa bilərəm. Bu eləyəcək 3, 4, 0, 0. 3400 K sayda pikselimiz var. Sonra deyir ki, informasiyanın həcmi 20400 bit olduğunu nəzərə alaraq rəng çalarlarının sayı 1024-ə qədər artırılarsa. Bu zaman rəng çalarımız 1024-dürsə, 1024 rəng çalarında bir pikselin bit dərinliyi 2/10, 10 bitə bərabərdir. Enimiz bu zaman 10 bitə bərabər olacaq. Mən nə edəcəm bu zaman? V-miz verilibdir bizə. V bu zaman yenə V təsvir bərabərdir. Pikselimiz verilib 3400, enimiz isə 10 bitdir. 3400-ə vuranda 34000 bit eləyəcək. Aha. Rəng çaları 1024 olanda 3400 bit oldu. Yenidə mən bizdən 3400 bitdən bizdən nəyi soruşur? Təsvirin həcmi nə qədər artdığını soruşur. 3400 bitdən mən çıxacağım 20400 biti. Və alacağım buradan 1, 3, 6, 0, 0, 13600 bit. Amma məndən baxıram 13600 bit yoxdur. Bax, burada B variantı bizi çaşdırmasın. Byte-la verilibdir. 13600 biti mən çevirəcəm byte-a. Ona görə 8-ə bölməliyim. Bu düşəcək 1, 56-nın içərisində 8, 7 dəfə 0, 0. Bu da elədir. Doğru cavabımız oldu. B variantı 1700 byte. 21-də doğru cavabımız oldu. D variantı. Baxaq növbəti sualımıza. Deyir, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bir A stringi veribdir bizə. B-nin dəyərini 50 verib. K-da deyir int A2. Biz stringi indeksləsək 0, 1, 2, 2-yə qədər olan elementləri istəyir. Bu isə 25-dir. Bunun int hissəsi elə 25-dir. Deməli, K-nın dəyəri oldu bizim üçün 25-ə. Sonra baxaq görək bizdə while-da nə istəyir while-in gövdəsində. B-miz 50-dir. Birinci dövrümüzdə 50 böyükdür 10. Bəli. B bərabərdir. 50-ni 10-a bölünəndə tam hissə olacaq 5. Növbəti addımda yenə dövrə daxil oluruq. 5 böyükdür 10. Yox deyəcək. Yox deyib dövrdən çıxacaq. Dövrdən çıxandan sonra printdə, yəni çıxışda belə bir ifadəmiz var. K-nın dəyərini tapmışdıq biz neçə? 25. 25-i 5-ə bölməyimizi istəyir. O isə 5.0-a bərabərdir. Yadda saxlayaq ki, bölmə əməliyyatı Python kökaltıdan çıxma, bölmə əməliyyatı Python proqramlaşdırma dilində həqiqət tipində göstərilir. Burada doğru cavabımız A variantıdır. B variantı bizi çaşdırmasın. Sonra deyir, sifariş cədvəlinə görə sifariş kod böyükdür 2.
and meyvə kod fərqli bərabərdir. 1002 sorğusuna cavab verən meyvələrdən ambarda ən çox olanı müəyyən edin. İlk öncə gəlin biz sifariş cədvəlinə baxaq. Sifariş cədvəlimiz bax buradakı cədvəldir, aşağıdakı cədvəlimizdir. Həmin bu cədvəlimizdə bizdən sifariş kodu böyükdür 2-dən olanlar, yəni 1 ilə 2-ni kənarlaşdıracağım. Yerdə qalanların hamısı bizim üçün doğrudur. Bu məsəl üçün yazdım sonra, çünki burada bizə əhədləri lazım olacaq. 3, 4, 5, 6, 7, 8, 9, 10. Sonra möhtəzədə deyir, meyvə kod fərqli bərabərdir 1002. Meyvə kodları 1002-dən fərqli olanlar. 1003, yəni 1002-ni götürməyəcəm, yerdə qalanların hamısını götürəcəm. Sonra bunları mən tapacağım kəsişməsini, yəni əndlərini tapacağım. Aha. Burada kəsişir bir dənə bizim üçün bu hissə 3 bizim üçün doğrudur. 5 sifariş kodu 5 bizim üçün doğrudur. 6 bizim üçün doğrudur. 9 bir də 10. Baxaq görək burada sifariş kodu 3 olan 1003. Meyvə kodu 1003'dür. Sifariş kodu 5 olanın meyvə kodu 1005'dir. Sifariş kodu 6 olanın meyvə kodu 1001'dir. Sifariş kodu 9 olanın meyvə kodu yenə 1003'dür. Sifariş kodu 10 olanın meyvə kodu 1004'dür. Burada görürəm ki 1003 meyvə kodu 1003 olan 1003 olan. Miqdarına da bir dənə baxalım. Miqdarına bir dənə baxalım. Meyvənin miqdarı 8 kiloqram. 1003. Meyvənin miqdarı 13, 15, üstə gələk 8, eləyəcək 23 kiloqram. Aha. Baxaq görək 1003. Gedək cədvəlimizə baxaq. Meyvə kodu 1003 olan meyvəmizin adı banandır. Meyvəmizin adı banandır. Deməli, çəkisi də 23 kiloqramdır. Ambarda ən çox olan müəyyən edin. Sorğusuna cavab verən meyvələrdən ambarda ən çox olanı tapdıq ki, bu banandır. Deməli, doğru cavabımızı aldıq ki, 13'də Y variantı olacaq. Deyir, hansı HTML kodunda nişanlanmış siyahı elementinin istinad göstəricisi kimi istifadə olunması düzgün göstərilmişdir. İstinad göstəricisi düzgün göstərilmişdir. Məsəl üçün burada href, ahref şəkil, rpng, bir ol. Bizdən nişanlanmış siyahını istəyirsə, nişanlanmış siyahısı B variantında ol olduğuna görə bu nömrələnmiş siyahıdır, ona görə səhvdir. Burada ATG heç vaxt sırıcı atributunu almır. Bu şəkil teqinə aiddir. C variantına görə səhvdir. Sonra burada bu yazılır. Məsəl üçün ahref linin daxilində yazılmalıydı. Ona görə səhvdir. Burada da sırıcı deyilən atributlardan istifadə oluna bilməz. Elə ahref bax linin daxilində yazılıbdır. Linin daxilində yazılıbdır. Özü də ula görə nişanlanmış siyahıdır. Deməli 14'də doğru cavabımız olacaq A variantı. Baxaq 15-ci sualımıza. Deyir, Excel cədvəlində belə bir düsturumuz var. Bu düsturun yerləşdiyi xana 3 sətir yuxarı və 2 sütun sola köçürülərsə, İlk öncə 3 sətir yuxarı köçürək. Biz sətirləri, sütun üzrə sətirləri yuxarı köçürəndə bu çıxma əməliyyatı baş verir. Aşağı doğru hərəkət etdikdə toplama əməliyyatı olur. Sağa sola köçürdükdə isə düsturlarımızda sütunlara görə dəyişmiş olur. Baxaq. İlk öncə burada birinci düsturumuz bizim üçün qarışıq istinaddır. Həmin qarışıq istinadda sütunumuz bloklu, sətrimiz açıqdır. Deməli, biz bunu 3 sətir yuxarı yönləndirsək, düsturumuzu 25'dən çıxacağım üçünü qalacaq mənim üçün. Bax, düsturumuz bu olacaq. Dollar Y22. Sonra vuraq. Birinci 3 sətir yuxarı, sonra 2 sütun sola köçürərik düsturumuzu.
Sonra bax burada artıq sətrimiz blokudur. Sətrimiz heç vaxt dəyişməyəcək. Çünki eyni sütun üzrə hərəkət etdiyimizə görə ikinci qarışıq ünvanımızda olduğu kimi qalacaq. Üstə gələk. 5 burada bizim üçün sabitdir. Dəyişməzdir. Sonra 5 vuraq. F12. F12 də olduğu kimi qalacaq. Çünki eyni sütun üzrə hərəkət edirik. Burada qarışıq istinadda sütunumuz açıq, sətrimiz blokludur. Çünki bizdən hələ sətirlərimizi yuxarı aparmamızı istəyir. Sonra çıxaq. Yenə qarışıq istinadımızda 7-dən çıxacam 3-ünü. Qalacaq mənim üçün yuxarı sətir yuxarı. 7, G7. 7-dən 3-ünü çıxacam, olacaq mənim üçün G4. Artıq mən 3 sətir yuxarı düsturumu sürüşdürdüm. İndi 2 sütun sola sürüşdürəcəm. 2 sütun sola sürüşdürəcəm. Sola sürüşdürməmiş mən İngilis əlifbasının ardıcıllığını yazacağım. A, B, C, D, E, F. Baxıram. F, G. Çünki burada düsturumuzda həmin hərfləri veribdir. İndi 2 sütun sola sürüşdürəcəm. Birinci ünvanımızı sürüşdürəndə olduğu kimi qalacaq. Çünki nəyə görə olduğu kimi qalacaq? Sütunumuz blokludur, sətrimiz açıqdır. Olduğu kimi qalacaq. Vuraq. C-ni 2 sütun sola sürüşdürəndə B, sonra da A-ya gələcək. Vuraq, olacaq A. Sətrimiz blokludur, olduğu kimi qaldı. Sabitimiz də olduğu kimi qalacaq. F-i 2 sütun sola. F-dən sonra Y, sonra D. Deməli, F əvəzləndi D ilə. D də olar 12 çıxaq. Bax, burada ilə qarışıq ünvandır. Sadəcə sütun blokludur. Olduğu kimi qalacaq G4. Bax, bu düsturumuz hansı cavaba uyğun gəlir? Baxan kimi görünür D variantına. Deməli, 15-də doğru cavabımız oldu. D variantı. Baxaq 16-cı sualımıza. Doğru ifadələri deyir, müəyyən edin. Driver kompüter qurğularının işini idarə edən proqram təminatdır. Bəli. Kompüter qurğuların işini idarə edən proqram təminatının driverlər və qurğuların işini idarə edən mikrosxemlər isə kontrollerlərdir və qurğuların işini avtomatik tənzimləyən texnologiya isə plug and play texnologiyasıdır. Əməliyyat sistemi yalnız bizim üçün doğrudur. Deyir, əməliyyat sistemi yalnız istifadəsi ilə kompüter arasında əlaqə yaradır. Xeyr, əməliyyat sistemi bütün kompüterin demək olar ki, işini idarə edir. 2 səhvdir. 2 səhvdirsə A variantı getdi, Y variantı getdi, C variantı bizim üçün artıq səhv oldu. Baxaq 3-cü sualımıza. Xidməti proqramlar əməliyyat sisteminin imkanlarını artırır, bəzi məsələləri müstəqil olaraq həll edir. Bəli. Xidməti proqramlar proqram təminatının sistem qoluna aiddir və əməliyyat sisteminin imkanlarını artırır. 3 bizim üçün doğrudur. 1, 3 bizim üçün doğrudur. Və bir də 4 doğrudur. Verilənlər bazasının idarə edilmə sistemi tətbiqi proqram paketinə aiddir. 1, 3, 4 doğru cavabımız oldu. B variantı. Baxaq 17-ci sualımıza. Deyir ki, algoritm icrası zamanı girişə belə bir ədəd verilir. 357 ədədidir. İçə dövrə algoritmdir, mürəkkəb dövrə algoritmdir. Birinci şərtdə mən yoxlayası olsam, 357 böyükdür 0 deyərəm hə. X bərabərdir. 357-yi 10-a böləndə tam hissə 35 olacaq. Bu zaman K-nı bir dəfə artırmamızı istəyir. K 0-dır. 0-ın üstə 1 gələndə K-mız olacaq 1. İkinci dəfə dövr eləsək, biz 35 böyükdür 0. Bəli. Yenidən dövrün gövdəsindəki əməliyyatı icra edəcəyik. Bu zaman X bərabərdir. 35-i 10-a böləndə tam hissəni soruşur bizdən. 3-ə bərabərdir. Və K-mız 1 idi, oldu 2. Üçüncü dövrdə 3 böyükdür 0 deyəcəyik hə. Bu zaman X bərabərdir 3-ü 10-a böləndə tam hissəmiz 0-a bərabər olacaq. K-mız isə bərabər olacaq 3-ə. Dördüncü şərtimizdə artıq biz yoxlayası olsaq, 0 böyükdür 0 yox deyib, digər dövrü icra etməyə başlayacaq. Bu zaman i-nin dəyərini 1 verib, K isə gəlib öz dəyərini, bax burada Y öz dəyərini x-dən alıb.
Y öz dəyərini x-dən alıb və x-in ilk dəyərini, yəni götürüb özündə saxlayıb 357 olubdur. Sonra növbəti addımda x isə öz dəyərini yenidən y-dən alıbdır və yenə x olacaq 357, y isə 1-dir. Və buna görə biz dövrümüzü başladıq. Birinci dövrümüzdə i-nin dəyəri 1. 1 kiçikdir, bərabərdir. K-nın dəyərini tapmışıq. K-nın sonuncu dəyəri 3-dür. 1 kiçikdir, bərabərdir 3. Hə, bu zaman x bərabərdir. X-in dəyəri 357-ni 10 dəfə bizdən artırmağını istəyir. Bu eləcək 3570 olacaq. Və i-ni bir dəfə artıracaq. I-nin dəyəri 1 idi. 1-in üstə 1 gəldim. I-nin dəyəri oldu 2. Növbəti addımda i-yə görə asıllığımız var. 2 kiçikdir, bərabərdir olacaq 3. Bəli, x bərabərdir. Yenidən 10-a vurmağımızı istəyir. Bu zaman olacaq 3, 5, 7, 0, 0 və i-miz artı oldu. 2 üstə 1 gələndə 3. Üçüncü dövrümüzdə 3 kiçikdir, bərabərdir 3. Bəli, x-imiz bərabər olacaq. Yenə bir dəfə 10-a vuranda olacaq bizim üçün 357 min. Bu zaman i-miz olacaq 4. Şərtdə yoxlasaq artıq 4 kiçikdir, bərabərdir 3. Dövrü dayandıracaq. Dövrü dayandırandan sonra yox deyib çıxışa versək, belə bir ifadəmiz var. Həm bu ifadəni bizdən icra etməyimizi istəyir. Bu zaman y bərabərdir. Y-in dəyəri neçə idi? 357-nin üzərinə gələcəm mən. 357 mini. Bu da bərabərdir. 357.357. Onda çıxışa verəcəyik. Baxaq görək doğru cavabımız hansı variantdır? Doğru cavabımız elə C variantı uyğun gəlir. Baxaq 18-ci sualımıza. Deyir, mətn redaktorunda Programming language sətri yığılmışdır. Həmin bu 5 dənə komanda artıq bu mətn üzərində əməliyyatı yerinə yetirmək, yəni bu fragment üzərində yerinə yetirilməlidir. Mən sözü buradan yazacağım. Programming. Bir dənə bu isə bizi çaşdırmasın. Burada düşüb language yazanda bir dənə probel işarəsi, yəni boşluq var. Language. Aha. Birinci komandamızda deyir, lang hissəsi seçdirilərək, yəni buradan langi biz seçdik. Və bu üzərində Ctrl X. Ctrl X artıq bu langi buradan ləğv edəcək. Və olacaq sözümüz programming, ardıcıl yazacağım. Programming boşluq UAG. 2 dəqiqə artıq olduğum hissəsi. Amma kursor burada dayanacaq. Sonra deyir ki, ikinci komandada həmin bu düymə 5 dəfə basılmış. Bu düymə və simvollar arası keçiddir. Sola doğru keçid ediləcək simvollar arasında. Olacaq 1, sonra gələcək bura 2, 3, 4, 5 gəlib burada dayanacaq. Sözümüz olacaq bura. Program. Bax, kursor dayanacaq. Sonra m-inq boşluq UAG ifadəsi olacaq. Sonra deyir, backspace düyməsi 4 dəfə basılmışdır. Backspace sola doğru simvolları silir. M-i, A-nı, D-ni siləcək. Olacaq pro, dayanacaq burada kursor, ming, UAG. Sonra deyir, Ctrl-V basılmışdır. Biz Ctrl-X deyib lang eləmişdik. Ctrl-V isə bu X dediyimizi yenidən gətirib Pro'dan sonra əlavə edəcək. Pro-lang olacaq. Pro-lang-ming UAG ifadəsini almış olacaq.
Sonra deyir, kursor alınmış sətrin sonuna yerləşdirilir. Bax, belə bir sətr aldıq, kursoru yerləşdirdik, alınmış sətrin sonuna. 5 dəfə yenidən backspace düyməsi sıxılır və yekunda alınmış sətr deyir müəyyən edin. Backspace 5 dəfə sıxılanda həmin bax 5 dənə simvolu 1, 2, 3, 4 boşluğu da siləcək. Yeni simvolumuz, bax bu cür ProBlank, Ming. Doğru cavabımız oldu C variantı. 12-ci sualda. Addım-addım işləməyiniz məsləhətdir bu sualı. Baxaq 19-cu suala. Bir deyir, proqram icra edilərkən klaviaturadan belə bir ifadə daxil edilərsə, ekranda nə çap olunacaq? S input. Input deməli bu string tipindədir. Split bunu boşluğa görə bölüb siyahıya salacaq. Yenidən S siyahımız bu cür olacaq. S siyahımız bizim üçün dırnaq içərisində 3, dırnaq içərisində 6, dırnaq içərisində 9 boşluğa görə split böldü. Dırnaq içərisində 12 və siyahıya saldı split operatoru. Sonra C S-dən alacaq qiymətlərini və S-in öz qiymətləri və bir də C-nin S-dən aldığı qiymətləri verəcək A ilə B-yə. I gələcək, buradan götürəcək. Saysaq 1, 2, 3, 4. İnin forun gövdəsində 0, 1, 2, 3. 3 dəfə təkrarlama baş verəcək. Və hansı mən artıq stringimizi indeksləyək? 0, 1, 2, 3. Hansı indeksli elementimizin tam hissəsini, həmin indeksli elementin tam hissəsini 2-yə vuracaq. Sonra funksiyaya siyahı tipində qiymət qaytaracaq. Məsəl üçün, onda siyahımız yenidən olacaq. S siyahımız, yəni funksiyada. Siyahımızı çıxışa versək, 0-cı indeksli elementin inti 3-dür və onu 2-yə vuracaq, eləcək 6, sonra 12, 18 və 24 siyahı tipində çıxışa verəcək. Doğru cavabımız oldu A variantı 19-cu sualda. Keçək növbəti sualımıza. Baxalım görək 20-ci sualda bizə nə deyir? Mən 20-ci sualı bir cədvəl şəklində izahını verəcəm. Arif, Asif, Akif, Vüqar və Alim 5 günlük iş həftəsi ilə çalışdıkları 5 mərtəbəli xəstəxanada işdən və sonra hər biri müxtəlif mərtəbədə və günlərdə növbətçi qalırlar. İlk öncə mən cədvəlimi çəkməyə çalışacağım. Cədvəlimizin 1, 2, 3, 4, 5. Qoy olsun belə. Adları buradan yazaq. Birinci mərtəbə, ikinci, üçüncü, dördüncü və beşinci mərtəbə. Bura olsun Arif. Sonra bax buraya yazacağım birinci mərtəbə. Bura birinci M yazacağım. İkinci mərtəbəmiz olsun. Üçüncü mərtəbə. Dördüncü mərtəbə. Dördüncü mərtəbə başlayaq. Sonra bir də beşinci mərtəbəmiz. Arif, Arif. Sonra var idi bizdə Asif. Asif. Akif. Vüqar. Və bir də Alim. Baxalım sualımıza. Deyir ki, Arif ən aşağı mərtəbədə növbətçi olur. Yəni, Arif birinci mərtəbədə növbətçi olur. Arif ən aşağı mərtəbə birinci mərtəbədir. Birinci mərtəbədə növbətçi olur. Sonra, Asif son iş günü Akifdən sonraki gün növbətçi qalır. Dördüncü mərtəbədəki dördüncü gün qalır. Bax, dördüncü mərtəbədə dördüncü 4 gün yazırım. Dördüncü gün qalır. Bilmirik kimdir. Sonra deyir, ən aşağı mərtəbədəki, yəni birinci mərtəbədəki növbəti cüt nömrəlidir. Bax, həftə içi 5 günümüz var. 2 və 4-cü gün cüt nömrəlidir. Birinci mərtəbədə Arif qalırsa, deməli, Arif ikinci gün qalır.
Arif 3-cü gün qalır. Sonra 3-cü mərtəbədə növbətçi qalan həftənin son iş günü qalır. Deməli 3-cü mərtəbədə qalan 5-ci gün qalır. Həftənin ilk iş günündə, yəni 1-ci gündə alim Arifdən bir üst mərtəbədə növbətçi olur. Alim Arifdən bir üst mərtəbədə. Yəni Arif 1-dirsə, alim bu zaman 2-ci mərtəbədə növbətçi olur. Həftənin ilk iş günündə o deməkdir ki, alim 2-ci gündə ikinci gün ilk iş günündə 1-ci gün növbətçi olur. 1-ci gün 5-ci mərtəbədə də qaldı 3-cü gün. Aha. Güzel bunlarda. Sonra deyir ki bizə sonra həftənin işçi Arifdən üst bir mərtəbədə qalır. Yazdıq ən aşağı mərtəbədə və baxaq bu hissəyə. Asif son iş günü, yəni 5-ci gün Akifdən sonraki gün növbətçi qalır. Akifdən son iş günü, yəni 5-ci gün Akifdən sonraki gün 4-cü gün qalır. Deməli burada Akif 4-cü gün işdə qalır. Akif 4-cü gün işdə qalırsa, onda Asif 3-cü gün işdə qalır. Asif 5-ci gün 3-cü mərtəbədə qalır. Bir dənə qaldı bizim üçün. Burada bunları heç ehtiyac yox idi. Bir dənə qaldı Vüqar. Vüqar da elə burada 3-cü gün 5-ci mərtəbədə qalır. Bizdən də elə zaten Vüqar soruşur. Baxaq görək cavabımız hansıdır. Biz tapdıq ki 3-cü gün 5-ci mərtəbədə. 3-cü gün 5-ci mərtəbə. Yox, 5-ci başlayın. 5-ci mərtəbə. 3-cü gün tapmışdıq. O da elədi. Düzgün cavabımız oldu C variantı. Baxaq növbəti sualımıza. Deyir ölçüləri 25 KB, 41 KB və 121 KB olan fayllar diskdə birlikdə 13 ədəd klaster tutarsa, klasterin minimal informasiya həcmini kilobaytla müəyyən edin. Klasterimizin sayı 13'dür. Klasterin minimal informasiya həcmini soruşur. A variantından biz yola çıxsaq, burada 2 dənə bizə klaster lazım olacaq. Burada artıq 3'dür. 121'in içərisində 17 tam olaraq yerləşir. Yəni diskin ölçüsündə burada nəzərə almalıyıq. Tam olaraq artıq bu yerləşəcək. 2, 3, 5, 7 dəfə yerləşəcək. 9, 11, 119 kilobayt olacaq diskin özünün. Fayllar diskdə birlikdə 14 verilibdir. 119 olacaq. Bunun cəmi artıq 13 eləməyəcəkdir. Keçək 16'ya baxaq. Yenidən bura 2'si lazım olacaq. Bura 3'ü lazım olacaq. Burada 16 olanda 8 dənəsi lazım olacaq. 6 dəfə 8, 48, 4 ya da 128. Bəli, artıq burada 7 kilobayt əlavə boş yer qaldı. 803 minimal ölçüsü ilə burada 21 D variantı olacaq. Çünki nəyə görə? Burada minimal klaster ölçüsünü təyin etmək, fayl ölçülərin hər bir an biri ən az bir klasterə yerləşdirilməlidir. Diskdə 13 klaster var və buna görə klaster ölçüsü fayl ölçülərinin ən böyüyünə 121 KB-dan böyük və ya bərabər olmalıdır. Hər halda fayllar düzgün onda yerləşdirilməyəcək. Onda uyğun klaster ölçülərini tapmaq minimal klaster ölçüsü fayl ölçülərini optimallaşdırmağa diskdəki klasterlə yerləşdirməkdir. 13 klasterdən çox olmaması üçün ən kiçik bölünən isə 16 KB olacaqdır. 25 KB üçün dedik 2 klaster, 41 KB üçün 3, 121 KB üçün isə 8 dənə klaster. Ümumi klasterimizin sayı 13, minimal klasterimizin ölçüsü isə 16 KB bərabər olacaqdır. 21-ci sualda doğru cavabımız oldu D variantı.
Keçək növbəti sualımıza. Elektron cədvəlin A3, D3 diapazonuna görə qurulmuşdur. A3 xanasının qiymətini tapaq. A1 plus A2 bura 20-yə bərabərdir. Sonra B3 xanasının qiymətini tapsaq. B2, yəni 21 bölək 3, böləcək 7, üstədə gələcək 7-nin 14. Düzmü baxaq. B2, 21 bölək 3, 7, üstədə gələk D2. 7 üstə gələk 3, 10. 4-də vuranda burada eləyəcək 40. 40. Sonra A2 xanasının qiyməti 16. Çıxaq C1 xanasının qiyməti 11. 5. 5-i vuracaq D2-yə. D2 3-dür. 3. O da 2-yə. Bu eləyəcək 30. Bu xanadan qiyməti elədi 30. B2-nin dəyəri neçədir? B2-nin dəyəri 21. Çıxaq C1-in dəyəri 11. Bu elədi bizim üçün 10. Yaxşı. Burada elə baxan kimi görünür ki 20, 40, 30, 10 verilibdir. Baxan kimi görülür ki elə 40, 40, 40 hissəsi. Bura birinci hissə, bura 2, 3, 4 olsa 1 ilə 4 elə buna bərabərdir. Üçüncü hissə. Bura 1-dir, bura 2-dir, bura 3-dür, bura 4-dür. Elə doğrudan 1 ilə 4, 20 ilə 10-un cəmi. Doğrudan 4-cü hissə 30% təşkil edəcək. Yəni 1 ilə 4-ün cəmi 40% təşkil edəcək. Elə cəmi 30-a bərabər olacaq. Elə doğru cavabımız 22-də oldu. A variantı. Baxaq növbəti sualımıza. 23-cü sualda bizə nə deyir? Belə bir ifadənin vur bərabərində A və B ikilik rəqəmlərini müəyyən etməyimizi bizdən soruşur. 22-ci sualda. 23-də bağışlayın. 23-cü sualda. Bax, buradan yazacağım. 1 A. A-nı B-ni müəyyənləşdirək. 1, 0, 1 vursaq 1, 0, B. Hər ikisi də ikilik ədəddir. Vurub. Belə bir ifadə alıbdır. Birinci 1 alıb, sonra 1, 2, 3, 1, 0, 0, 1. Bu 1 nə vaxt alınır? Bu 3 dəfə vurmaqdır. Yəqin ki, B 1 olub da. B 1 olub ki, vuranda 1 elib, toplayanda nəhayət 1 alıbdır. Aha. Burada. Növbəti addımda 0, 0 oldu. B'miz 100% 1'ə bərabərdir. Tapdıq ki, B'miz 1'ə bərabərdir. Burada bax 3'ə vurduq. Bilmirikdə burada A'nın da yerində neçədir? Biri də 1'ə vuranda eləyəcək 1, 1, 2, 3, 4, 5 dənə də 0'dır. 5 dənə 0'dır. 1, 2, 3, 4, 4. Dördüncünün. Biz A'nın dəyərinin birinin üstə 1, 0. A'nın dəyəri burada 1 olması üçün deməli onda A'nın dəyəri də nəyə bərabər olacaq? 1'ə. Deməli A'mız da bərabərdir 1'ə, B'miz də bərabərdir 1'ə. B'miz də bərabər olacaq 1'ə. Yerinə də qopyində yoxlaya bilərik. Vurub 2 dəqiqə. Baxaq ki, həmin ifadəni alırıqmı? 1 olacaq bizim üçün 1, 0, 1. Aha, bu da 1. Böyləcək 1, 0, 1, 1, 1, 0, 0, 0, 0, 0, 1, 0, 1, 1, 1. Toplayanda 1, 0, ikinin içərisində belə də 2, 0, 1 yadda, 0, 1 yadda, 1, 2, 1 yadda, 3, 1, 2 yadda, 1 yadda, sonra eləyəcək 0, 1 yadda, 0, 1 yadda, 1. Doğrudan da A'nın dəyəri neçədir? 1'ə bərabərdir. Yaxşı. 2 vuraq 1, üstə gələk 3 vuraq 1, üstə gələk 1,
2, 3, 5, bir də bu 6. Deməli 23-də doğru cavabımız oldu. 6. Baxaq 24-cü suala. 24-cü sual etap gedəcəm. Biraz çətin sualdır. Yaxşı. Deyir ki 2 GB həcmli fayl şəbəkə vasitəsilə ötürülən zaman ilk 2 dəqiqə sürət 8,220 bit bölü saniyə olmuşdur. Biz 2 dəqiqəyə ötürülən informasiyanın gəlin miqdarını tapaq. Bu zaman Q bərabərdir. 2 dəqiqəmizi saniyə çevirsək 60. 60 vuraq. 8 yazacağım. 2 üstü 3. Vuraq 2 üstü 20. Megabaytı da çevirə bilərəm. Bit bölü saniyə. Bu 2 dəqiqə üçün nəzərdə tutun. Deyir, sonra sürət 2 dəfə artırılmışdır. Yəni bu sürəti 2 dəfə artırılıb da. Bu olubdur 16 vuraq 220 artmışdır. Və fail eyni sürətlə sonra qədər ötürülmüşdür. Yenə eyni vaxtda. Bu bizim üçün Q1 halımız olsun. Bu Q2 halımız olsun. Yox, burada 120'ye vuracağım. 2 dəqiqəmiz 120 saniyədir. 120 vuraq yenidən bizə 8 vuraq 2 16, bu da 2 üstü 4 vuraq 2 üstü 20 bitdə bu olubdur. Yaxşı, bu fail eyni sürətdə sona qədər ötürülmüşdür. Gəlin mən buradan failin həcmini tapım. İlk öncə mən 2 GB-ımızı çevirim. 2048 megabayt. Fail şəbəkə vasitəsilə ötürülən zaman 2 dəqiqə, sonrası 2 dəfə artmışdır. Failin yeni sürətlə sona qədər ötürülmüşdür. Failin ötürülməsində ümumi neçə saniyə vaxt sərf olmuşdur? Ümumi neçə saniyə vaxt sərf olmuşdur? Burada ikinci hala baxmayaq. İkinci hala baxmayaq. 2 dəqiqə. Q halımız 2 dəqiqədə. 120 saniyə vuraq. 8 vuraq. 220 olsun. Biz öncə burada informasiya miqdarını tapaq. 120 vuraq 8 vuraq 220. Megabayt bunu da 2 üstü 3 yazsam, elə 2 üstü 23'e bölsəm 120 megabaytdır. 120 saniyədə 120 megabayt informasiya ötürülür. Yaxşı. Ümumi həcmimiz 2 GB-a bərabərdir. 2 GB-ımız 2048 megabaytdır. 2048 megabaytdan 120 megabaytı çıxıb, yerdə qalan informasiyanın həcmini tapacağım. Böylece 8, 2, 9'dan birini çıxanda 8, 1828 megabayt informasiya qalıbdır. Və bu zaman, sonra deyir, sürət 2 dəfə artırılıb, sürət olubdur, bu zaman V'miz bərabər olub, 16 vuraq 220 bit bölü saniyə olubdur. Bit bölü saniyə bərabər olubdur. Bu zaman T'ni tapacağım, T'nin birinci halı var, çünkü məndən T'lərin ümumi saniyəni soruşur. Bu zaman T bərabərdir 1828 vuraq 223 bölək 224'ə bərabərdir. Bu eləyəcək bizim üçün 18'i 2'ye böləndə 9, 1, 4. 914 saniyə. 914 saniyə bizim üçün ikinci hal olub. Birinci dəfə isə 124 saniyə olub. 914, 120. Bu isə eləyəcək 4, 3, 10.
Biz harda səhvli elədik bircə dəqiqə. 9, 2, 1, 4. 2 dəqiqəmiz 2 dəfə artmışdır. Bizim səhvimiz buradadır. Mexanik səhvlikdir. 8-dən 0-ın çıxanda 8-i, 4-dən 2-sini çıxanda qalacaq 2-si. Burada qaldı 0-dan 1 çıxılmır. Birini verdik, 10-dan 1-in çıxanda qalacaq 9. Bax belə. Burada qaldı 1928. 1928. Yaxşı, bunu bölsə 19-un içərisində 2, 9 dəfə. 12 içərisində 2, 6 dəfə. Özək 964. 964 üstə gələ 8, özək 1084. Deməli, 24-də doğru cavabımız oldu 1084. Ehtiyat atıb getməliyik. Burada birinci dəfə biz 2 dəqiqəni saniyə çevirdik. Həmin bu 8, 223, 20 bit belə saniyə ilə ötürülən informasiyanın miqdarını tapdım. Ümumi informasiyanın miqdarından həm bu informasiyanın miqdarını tutdum. Yerdə qalan informasiyanın miqdarını yenidən sürəti 2 dəfə artırdım və ona görə t-ni tapdım. Bu zaman həmin informasiyanın miqdarını v-yə böldüm. T-mizi tapdı 964. Sonunda da ümumi vaxtı bizdən cəmləməyimizi istəyir. O isə 1084-ə bərabərdir. Baxaq növbəti sualımıza. 25-ci sual bizə nə deyir? X-in hansı ən kiçik qiymətinə proqramın nəticəsidir? 91 olar. Burada soruşur ki, Y-in hansı ən kiçik qiymətində 91 olar? Y-nin hər dəfə götürüb kvadrata yüksəldib üstünə gələcək. Kvadrata yüksəldib üstünə gələcək və daxil edilən ədədi 2 böl tam hissəni götürənə qədər. Biz burada i-nin sonuncu qiyməti 91 alması üçün i-nin gəlib götürəcəyi qiymətlər 0 üstə gələk, sonra 1-in kvadratı olacaq 1, sonra 2-in kvadratı 4, üstə gələk 3, 9 olacaq, 16 olacaq, 25 olacaq və bir də 36 böləcək 20, onda bu 30, 36 da bu 66, 25, 91. 1, 2, 3, 4, 5, 6, 7 dəfə təkrarlama baş verdi. Yəni, hansı ədəd x 2-yə bölünəndə alınan 7-dir. Əlbəttə ki, bu 14, 14-dür. 2-yə bölünəndə tam hissə 7-yə bərabər. Deməli, x dəyəri burada neçəyə bərabərdir? X-in ən kiçik qiyməti 14-ə. 25-də doğru cavabımız oldu 14. Baxaq növbəti sualımıza. 26-cı sualda bizə nə deyir? Elektron cədvəl fraqmentində D7 xanasının qiyməti bax bu cürdür. B3 xanasındakı x-in qiymətini deyir tapın. X-in qiymətini bizdən soruşur B3 xanasındakı. Baxaq görək burada necə eləyəcək. D6-nın dəyəri bizim üçün sam B3 C5-dir. B3 C5. Bax bura B3 C5. Bura qədər. Bunların hamısını toplamamızı istəyir. İlk öncə gəlin biz buradan D6-nı tapaq. D6 xanasının dəyəri B3 C5. B3-ə demişik x. Üstə gələk C5-ə qədər. Bax, bura qədər bu diapazonu hamısını toplayacaq. Bax, bu diapazon B3 C5 diapazonudur. X üstə gələk 12, üstə gələk 11, üstə gələk 4, üstə gələk 13, üstə gələk 7. Bərabərdir x üstə gələk. Bu eləyəcək 20, bu eləyəcək 12, 11, 23, 4 də bu 27, 20 də bu x plus 47-yə bərabərdir D6 xanasının dəyəri. Və bu xananın ümumilikdə dəyəri D7 xanasının dəyəri 282-yə bərabərdir. D7, D6 vuraq B6, D6 x üstə gələk
47. X üstə gələk 47 D6-dır. B6-nın dəyəri isə vuraq 5. Üstə gələk B2-nin dəyəri 7 bərabərdir 282. X plus 47 bərabərdir 282. Çıxaq 7 bölək 5-ə. Bu isə bərabərdir 275 bölək 5, o eləcə 55. X də bərabərdir 55 çıxaq 47, o da bərabərdir 8-ə. Deməli 26-da doğru cavabımız oldu 8. Baxaq növbəti sualımıza. Bir uyğunluğu müəyyən edin. Funksiya metod qiymət qaytarır. Funksiya metod qiymət qaytarır. Funksiya metod qiymət qaytarmır. 27-ci sualda funksiya ümumiyyətlə metod qiymət qaytarır replace funksiyası. 1-ə uyğundur A, 1-ə uyğundur A və bir də funksiya dəyər qaytarır count, sayaraq qaytarır. Yazı kənarlaşdıraq bu operatordur. Bir də qaytarır Y. Count sayır. Və funksiya metod qiymət qaytarmır. Reverse, 2-yə B və bir də append. Bunlar heç vaxt qiymət qaytarmır. Çünki siyahılar üzərində işləyir. Ya tərsinə çevirir, ya da çapar və əlavə edir. Replace əvəzir, count sayıraq mənimsədir. B və D. 1-ə A, 2-yə 3-ə B, D. Baxaq biz blok sxemimizə. Algoritmin deyir icrasından sonra algoritm icrasının zamanı n sayda natural ədəd növbəli daxil olunur. Daxil olan ədədin ən böyüyünü və onun neçənci daxil olduğunu təyin edən algoritmi çıxışa verən proqram kodunu müəyyənləşdirin. Deməli, mən bura çəkirəm bir dənə başlanğıc. Bir dənə də n sayda natural ədəd daxil edirəm. Bizdən sayını istəyirsə və daxil olan ədədin ən böyüyünü istəyirsə max adında bir dəyişən götürür 0-a bərabər eləyirəm. Bir dənə də k götürür 0-a bərabər eləyirəm sayını müəyyənləşdirmək üçün. Belə bir asılıq quraram. n mənim üçün saydısa n böyükdür 0. Daxil etdiyimiz həmin o n sayda ədədə bir x ədədi deyərəm. Deyərəm ki, həmin o x ədədi böyükdürsə maxdan. Bu zaman hər qoluna gəlsin. Onda max qiymətini alsın x-dən. Və sayda hər dəfə bir dəfə sayda k demişəm. K bərabərdir. K plus olsun 1. Neçənci dəfə artdığını müəyyən olsun. Burada ən böyüyünün. Yaxşı. Yox qolunda seçsini yazmayacağım. Sadəcə olaraq dövrdən çıxmaq üçün hər dəfə n-i bir dəfə azaldacağım. N bərabərdir n çıxaq 1. N bərabərdir n çıxaq yazacağım 1. Aha, dövrümüzü tamamlamış olduq. Buraya isə yox yazacağım. Çıxışa isə verəcəm mən maxı və bir də k-nı sonda yazacaq son. Bu qədər sadə, çox sadə koddur. Çox sadə koddur. Yaxşı. Baxaq növbəti sualımıza. 29-cu sualda bizdən nə soruşur? Elə buradan baxım yazım. Deyir, klaviaturadan rəqəmləri sıfırdan fərqli ixtiyari 2 natural ədəd daxil edilir. Həmin ədədin birinə mən deyəcəm x, birinə deyəcəm y. Həmin ədədin birinə x, birinə isə y deyək. X bərabərdir int input, y bərabərdir int input. Və ədədlər eyni sayda rəqəmlər təşkil olunur. Birinci ədədin rəqəmləri ikinci ədədə uyğun mərtəbədəki rəqəmlərin bölünməsindən alınan qalıqlarla yanaşı düzməklə yeni ədəd düzəldən proqramı Python dilində yazıb. Bir dənə S boş sətr götürəcəm. Çünki çevirib, string tipinə çevirib yan-yana düzəcəm. Asan sualdır. Biz while-da deyəcəm ki, həmin daxil etdiyim x ədədi böyükdür 0 olduğu müddətcə həmin ədədin biz
ona bölsün. 2 naturaldır. Birinci ədədin rəqəmləri ikinci ədədin uyğun mərtəbə. Belə bir ifadə yazacağım bura. Deyəcəm k həmin x ədədini ona bölsün. Yenidən alınan qalığı bir-birlərinə bölmək üçün y-i yenidən bölək ona. Bunların qalıqları da bir-birinə bölünsün. Və bu zaman birinci ədədin rəqəmləri ikinci ədədin uyğun mərtəbələrdəki rəqəmlərə bölünməsindən alınan qalıqları. Tapdıq artıq. Bu birinci mərtəbədən, bu da birinci mərtəbədən bölünən qalıqlar. Bir k dəyişəninə mənimsətdik. Deyəcəm S boş sətrimdə deyəcəm ki, str k aldığımız həmin bu k-nın dəyərini stringə çevirsin. Elə boş sətirlə də toplamış olsun. Boş sətirlə də toplamış olsun. S yazmalıyım. Daha doğrusu S yazacağım. Sonra x bərabərdir. X-i hər dəfə ona bölsün. Və bir də y bərabərdir. Y-i hər dəfə ona bölsün. Tam hissə 0 olana qədər dövrümüz davam eləsin və digər həm də burada götürüb ifadələrimizi yenidən toplaya bilək. Çıxış hissə verəcəm. Çıxış hissə proqramın gövdəsində verəcəm. Print. Bunun tam hissəsini. Tam ədəd hissəsini int s. Bu qədər sadə. Baxaq görək növbəti kodumuzda bizə nə deyir. Deyir ki, klaviaturdan ingilis əlifbası kiçik hərflərindən ibarət ixtiyari sətr düzdür. Burada bu kodda düzmək lazımdır. Əlifbanın ardıcılını zaten veribdir bizə. Və sətr və n natural ədəd daxil edilir. Daxil edilmiş sətri n ədədinə görə Sezar üsulu ilə şifrələyib nəticəni ekrana çıxaran proqram Python dilində yazın. Yine burada yazaram. Bir dənə s input, s sətri götürərəm. Sonra n natural ədəd deyirsə n bərabərdir. Int input. Sonra bir dənə gəlin k götürək. Bir k boş sətr götürəcəm. Açarımız şifrəmiz olsun. Həmin bu elif banı bura mən string tipində yazacağım. A, B, C, D, E, F, G, H yazmalıyıq bunu. Axıra qədər. I, J, K, L, M, N, O, P, Q, A, S, T, Y, X, W, X, Y, Z. Aha, bu dırnaq içərisində yazdık. Sonra yazaram for I in range len burada len s sətrini daxil etdiyimiz tutaq ki, mən Python öyrənirəm. Həm və yaxud da Python sözünü kodlaşdırmaq istəyirik. Həmin o sətrin uzunluğunu. Bir dənə len s. Aha. Sonra deyəcəm mən burada yeni k bərabərdir. K. Yəni k-nın yeni dəyərini almaq üçün boş sətrin üzərinə gələk. Əlifba. Geçsin əlifbada qarşısına çıxacaq SI. Burada da find operatorundan istifadə edəcəm. S ininci indeksli elementin üzərinə n gəlsin. Və onu da bölsün. Əlifbada hansı indeksli element istəyirsə tapsın. Və üstünə n gəlsin. Və onu da bölsün 26-ya. Çünki ingilis əlifbasında 26 dənə hərf var. 26-ya bölsün. Mənə alınan qalıq hissəni əvvəlki boş sətirlə toplasın. Print k. Meyarlarda da bu cür veribdir. Baxıb yaza bilərsiniz. Hardasa bu sınaq biraz demək olar ki, çətin sınaq idi. Əgər video dərsimiz sizin üçün
yaradıcısa kanalımıza abunə olmağı, şərh yazmağı unutmayın. Müəllimlə əlaqə nömrəsi 051 320 43 42. Sağ olun, növbəti videomuzda görüşmək ümidilə.